Aclıq gələndə nə edim keçsin, keçməsin. Aclığı yaşayın. Aclığı dibinə qədər yaşayın. Yıxmırsa da sizi özündən gedəcək səviyyəyə gətirmirsə də, sadəcə nə yeyim, nə yeyim. Belə səviyyədə bir aclıqdırsa da yaşayın onu. Onu yaşayın. Onu yaşadıkça, aclıq nə deməkdir? Orqanizm sizlə söhbət eləyir, danışır. Deyir ki, ay filan kəs, aclıq hissini yaşadır. Deyir, bax, mənim yeməyim çatmır, enerjim çatmır. Nə badə yağlarını yandıraram. Bax, mən sənə bu hissi göndərirəm, beyin tərəfindən siqnal gəlir. Get bir şey ye, birdən yağların yanar. Yəni depo halında yığmışam. Bunlar pis gün üçündür də. Bu hələ pis gün deyil. Get bir şey ye. Amma elə bir şey ye ki, tez mənim enerjim artsın. O nə olsun, nə olsun, nə olsun? Qənd ye. Nə olsun, şokolad ye. Elə bir şey ye ki, sən onu ağzına atanda mən birdən-birə enerji patlaması yaşayım, mənim insulinim yüksəlsin, mənim glukozam yüksəlsin və enerji dolu olum. Sənə bu mesajı verir ki, acam, get ye. Amma sən ondan söhbət edirsən, deyirsən ki, yoxdur yemək. Elə acından öləcəksən sən. Ölürsən, narahat olma, ölürsən. Və ölürük. Bu saat bizi aparıb bastırırlar. Onu yaşadırsan, acılığı yaşayırsan. Və bir müddətdən sonra orqanizm yağ yandırma fazasına keçir. Yəni, əmin olur ki, artıq bu ölür. Və artıq nə etmək lazımdır? Yığdığımız enerjilər sərf edilməlidir, xərclənməlidir. Əgər siz hər dəfəsində aclıq gələndə onu bastırmağa çalışırsınızsa da, orqanizmdə heç bir stres yaşatmırsınızsa da, kalori defisiti yoxdursa da, bu zaman demək olar ki, arıqlama prosesi doğru, düzgün istədiyiniz səviyyədə getməyəcəkdir.